Biləsuvar rayonunun Günəşli kəndində 2 mərtəbəli fərdi yaşayış evində yanğın olub. Gecə saatlarında baş verən yanğın zamanı Tağı Qasımova məxsus ev içindəki əşyalarla birlikdə külə dönüb. Biləsuvarın Günəşli kəndində baş verən yanğın zamanı ümumi sahəsi 196 kvadrat metrə yaxın olan 2 mərtəbəli taxta konstruksiyalı 6 otaqlı yaşayış evi yanıb. Xoşbəxtlikdən evdə heç kim olmayıb. Tavandan yüksələn yanğına ilk olaraq müdaxilə etmək istəyən qonşular 1-ci mərtəbənin pəncərəsini qırsalar da yanğının şiddətindən evə daxil ola bilməyiblər. Yəni ki, əmoğlu yolla keçirdi. Ondan 5 dəqiqə o mən keçmişdim. Hay ki, ev yanır, qaçdım bura, gördüm əmoğlu buradadır. Pəncərələrin qırılmağı ilə evin halovlanmağı, ondan sonra nə bilim formada, yəni bir dənə əşya çıxardılmalıydı da. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Lakin yanğını söndürmək mümkün olmayıb. Elə evdən çıxmışdım, zəng gəldi. Elə bir işçi üçün getmişdim, yəni çölə işə gedirəm mən. İşçi üçün getmişdim, zəng gəldi ki, mənə ev üz yanır. Qayıtdım, gəldim, görüm, tamam artıq yanıb da. Tamam, yuxarı, aşağı hamısı yanıb. Yanan evdən hər hansı əşya çıxarılması belə mümkün olmayıb. Ailəyə məxsus qiymətli zinət əşyaları da məhv olub. Hadisənin qısa elektrik qapanmasından baş verdiyi ehtimal edilir. Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfər, Spice xəbər, Biləsuvar.